Əzizlərim, tez-tez soruşurlar tibbi papatyalar haqqında. Baxçamda özlüyündən papatyalar yetişibdir. Bu papatyalar tarla papatyasıdır. Yəni tibbi olaraq əsas götürülmüş papatya növləri deyil. Amma bunlar da faydalıdır. Müxtəlif problemlərdə təsirlidir. Amma tam olaraq tibbi seçilmiş papatya deyil. Yəni tarlalarda görmüş olarsınız, diqqətlə baxın. İndi baxçamda özlüyündən yetişibdir. Tibbi papatyanın bu orta hissəsi kümbəz olur və içi boş olur. Əzildikdə də alma qoxusu kimi bir qoxusu olur. Təbiətdə inşallah qarşılaşsam sizlər üçün maarifləndirici video çəkərəm. Məsələn, papatyalardan biri də var, qaya papatyası. Düyməcülü deyilir. Daha çox miqrendə istifadə olunur. Mən çəkim, bunun da toxumlarını gətirib torpaqda bura tullamışdım deyə özlüyündən yetişibdir. Bax, bu gördüyünüz də papatyadır. Qaya papatyasıdır. Düyməcülü, gümüş düymə də deyilir. Daha çox miqrendə faydalıdır. Papatya qrupu çox böyükdür. Demək olar ki, dünyadakı hər 10 bitkidən 1-2-si papatyadır. Baxın, bu da düyməcülü, miqrendə çox faydalıdır. Hederahelixlə birgə istifadə olunduqda miqren, baş ağrısı üçün nöqtə atışıdır. Amma dediyim kimi, papatyaların çoxu tibbi əsas seçilmiş papatya deyil. Yəni bu gördüyünüz iki növdə hər kəsin axtardığı o tibbi papatya deyil. Düzdür, toplayırlar, çoban yastığı adından elə istifadə eləyirlər, amma o deyil. Bir çox bitkiləri bizim insanlarımız yanlış toplayır, növ olaraq yanlış istifadə eləyir. Misal üçün, melisa bitkisini mağazalardan alırlar, aloysia bitkisi var. Limon qoxusunda onu melisa adından istifadə edirlər. Halbuki əsl tibbi melisa officinalisdir. Yəni yanlış istifadə çox vaxt nəticə vermir. İstənilən nəticə vermir. Ona görə onu da bilmək, maariflənmək lazımdır. Tibbi papatyanı da təbiətdə inşallah qarşılaşsam sizin üçün maarifləndirici bir video çəkərəm.